Salam. Bugünkü dərsimizdə mən sizə geotermik pillə və qradiyent anlayışları ilə tanış etmək istəyirəm. Bildiyimiz kimi yerin mərkəzində yüksək temperatur mövcuddur. O səbəbdən də yer səthindən yerin dərinliklərinə getdikcə temperatur artır. Hər 33 metrdə temperaturun 1 dərəcə artması bu geotermik pillə adlanır. Pillə yer səthinin hər yerində eyni səviyyədə deyil. Məsələn, geosignal ərazilərdə, zəlzələ vulkan olan yerlərdə, tavaların toqquşduğu yerlərdə pillə azalır. 33 metrdən bir yox, məsələn, 25 metrdə 1 dərəcə artır. Amma qədim platformalarda, zəlzələ vulkan olmayan yerlərdə, tavaların toqquşmasından aralıda olan yerlərdə pillə artır. 33-dən bir yox, məsələn, 43 metrdə 1 dərəcə artır. Deməli, pillə anlayışını bildik. İndi qradiyent. Qradiyent nədir? Qradiyent hər 100 metrdə temperaturun 3 dərəcə artmasıdır. Hər 100 metrdə 3 dərəcə artmadır. Qradiyent də pillə kimi geosignal ərazilərdə azalır, platformalarda isə artır. İndi müəyyən misallarla bunu izah eləməyə çalışaq. Məsələn, yer səthində temperatur, tutaq ki, yer səthidir bura, 10 dərəcə Selsidir. 99 metr dərinlikdə T bərabərdir suala. Çox sadə misaldır. 99 metr dərinlikdə temperaturu tapmaq üçün 99'u böldüm 33'ə elədi 3. Onun da üstünə 3 gəldim, elədi 13. Tərsinə desəydi 99 metr dərinlikdə 10 dərəcədir, 20 dərəcə deyək, 20 dərəcə Selsidir. Səthdə nə qədərdir? Onda 99'u bölərdim 33'ə, 3 eləyərdi, 20'dən 3 çıxardım, eləyərdi səthdə 17 dərəcə Selsi. Bu cür. İndi qradiyentlə eləyək. Qradiyentlə nətər eləyəcəyik? O da bunun kimidir, amma o sıfırlarla tamamlanan rəqəmlərdə daha çox istifadə olunur dərinliklərdə. Yer səthində 30 dərəcədir, 500 metr dərinlikdə temperaturu tap. T bərabərdir suala. Burada belə eləyəcəyik. 500'ü böldük 100'ə, vurduq 3'ə, 15 elədi. Onda 30'un üstünə 15 gələcək. 30 dərəcə Selsin üstünə 15 dərəcə Selsi gələcək. Eləyəcək 45 dərəcə. Bax, geotermik pillə və qradiyent misallarını bu cür eləmək lazımdır. Sadə misallarda biraz diqqətli olmaq lazımdır. Oldu, sağ olun.